Əslində İsa Məsih haqqında ilk dəfə eşitməmişəm, ilk dəfə görmüşəm. Anam anam əslində bu anamdan gələn bir şeydir. Çünki anam daimi olaraq Rəbbin axtarışında olub. Gecə yatanda yuxumda başladım qara qüvvələri görməyə. Birinci onları bir kölgə kimi görürdüm, sanki mənim arxamca düşüblər. Amma biraz getdikcə başa düşürdüm ki, bu təkcə mənim yuxumda baş vermir. Çünki yuxudan durandan sonra özümü sanki döyülmüş, yorulmuş hiss eləyirdim və başa düşürdüm ki, bu mənim həm də fiziki həyatıma təsir edir. Sonra anam bir məsihçi qadınla bir ortamda olur və söhbət artıq bu ruhani məsələlərdən açılanda, təbii ki, bu söhbət əsnasında o xanım anama müjdə verir və anamı kilsəyə dəvət edir. Həmin gecə çox bir dəhşətli bir yuxu gördüm. Bütün gördüyüm yuxulardan seçilirdi, fərqlənirdi. Çünki artıq iblisin özünü yuxuda görmüş oldum. Bundan öncə əgər mən sadəcə bir qara ruhlar, qara kölgələr görürdümsə, indi artıq iblisin özünü öz gözlərimlə gördüm. Bunu dediyim vaxt bu işıq həyatımda, yəni üzərimdə olan o işıq çoxaldı və bütün qaranlıq seyrəldi və mən ayaq səsləri eşitməyə başladım. Mən bunu bilmədən, amma hiss edirdim ki, bu Rəbbin özüdür mənə tərəf gəlir və ayaqlarım o Rəbbin hüzurundan, izzətindən artıq məni saxlaya bilmirdi. Dizlərim əsdi və mən diz çökdüm, səcdəyə keçdim. Mən yerə qapananda Rəbbin ayaqlarını gördüm və onların üzərində mismar yeri var idi. Rəbb mənə dedi ki, qorxma, lərzəyə gəlmə. Mən səninləyəm. Allahın Rəbb mənəm. Daima sənin yanında olacağam, daima səni qoruyacağam. Əslində bu baş verəndən sonra həyatımda mən artıq sanki yuxuda İsa Məsihi öz xilaskarım kimi qəbul eləmişdim. Amma yəni bunu deyək ki, ürəyim qəbul eləmişdi, amma beynim mənimlə savaşırdı. Və düşünürdüm ki, mən sanki öz əslində olmayıb bu imanım, amma nəsildən, valideynlərdən gələn o inancı sanki satmış kimi olmuşdum. Yəni özümdə belə gəlirdi, belə düşüncədəydim. Mən başa düşmək istəyirdim ki, niyə görə məhz İsa Məsih bundan öncə heç kim mənə kömək edə bilmədi, yalnız İsa Məsih məni xilas edə bildi. Və mən artıq beynimlə də anlamışdım ki, İsa Məsih həqiqətən də xilaskardır və məni və digər insanları, bütün bəşəriyyəti xilas edə biləcək yeganə şəxsiyyət İsa Məsihdir. Düzü deyim, həyatımda günahlarım olub. İçki içmişəm, qəlyan çəkmişəm və başqa bir lazım olmayan hərəkətlər və yaxud sözlər istifadə etmişəm. Və zaman getdikcə mənə açıldı ki, mən nə etməliyəm ki, mən Rəbbə daha yaxın olum. Təbii ki, günahlarıma görə Rəbbin qarşısında tövbə etdim və Rəbbə daha çox özümü həsr etdim. İsa Məsih mənim üçün həyatın mənbəyi deməkdir. Çünki İsa Məsihdən öncə mən dərk eləyirəm və anlayıram ki, mənim həyatım yox idi. Mənim özümü natamam hiss eləməyimin səbəbi Rəbbin çatışmamazlığı idi həyatımda. Və mən Rəbbi, İsa Məsihi tapandan sonra həyatım tamamlandı. O sevgi həyatıma bərpa oldu və indi tam ürəkdən deyə bilərəm ki, mən Rəbbimi tapdım. Məni izləyən hər kəsə demək istəyirəm ki, əgər siz də mənim kimi Rəbbi axtarırsınızsa, əgər sizin də həyatınızda nəsə çatışmırsa və nəyisə həyatınızda dəyişmək istəyirsinizsə, hansısa tamamlanmayan bir hisslərinizi tamamlamaq istəyirsinizsə və başa düşürsünüzsə ki, sizdə həyatda hələ heç nə sevincli, xoşbəxt bir şeylər baş verməyib və bunu bərpa etmək istəyirsinizsə, o zaman siz də Yəhyanın müjdəsini oxuyun və başa düşəcəksiniz ki, Rəbb sizə nə demək istəyir, Rəbbin sizin üçün vədləri nədir, Rəbb sizə necə bir xoşbəxtlik və sevgi vermək istəyir.